Dostlar, ne edirik? İkinci səni çəkirəm çünki ən maraqlısı buradır. Ən hündürdə və ən yuxarı mərtəbəsində olan restoran və hovuzunu bu otelin gedək. Liftdən çıxdınız dostlar. Liftdən çıxırsınız təbii ki, sizinlə qarşılayır. Hovuz. Və 45 dərəcə, onu sizə deyim. Ətraf belədir yəni. Ətrafı görün dostlar. Və bu hovuz binanın bütün yəni qurub əhatə edir. Sorry. Yəni ətrafı tam şəkildə görürsünüz. Bu hovuz demək olar ki, binanı tam əhatə edir. Yəni çimir, ətrafa baxırsınız və bunu əldə eləmək üçün nə edirsiniz? 18 dollardan otelə gəlib burada dincəlirsiniz. Yəni burada restoranları da var, kafe də var, hər şey də var. Nə edirik dostlar? Ətrafı sizə göstərirəm. Açıq restorandır, yəni heç bir şey gizlətmirlər. Gəlib dincəlin, ətrafa baxın. Mən sizin üçün binanın tam hovuzu fırlanıram ki, baxasınız. Sizin üçün tam şəkildə çəkirəm uşağı. Və bura alt düşəli, yəni alt düşəli gedib oradan noktasından da baxa bilərsiniz. Ətrafı siz çəkir. Bu gördüyünüz plaj sona qədər gedir. Ətraf çox güzel. Çox rahat şəkildə gəlib burada dincələ bilərsiniz. Qabaqda gördüyünüz isə dizlərdən. Və bu gəmilər də görürsünüz, bu gəmilər. Adalar çox. Gəlin dincəlin dostlar, ətrafı gəlin dincəlin. Dincəlin burada, əylənin burada. Sizə buraları görsədim mən dostlar. Necə görsədim bir dəqiqə baxın. Görün, imkan yarada bilirəm özümə. Görürsünüz, burada da var dəniz. Yəni, bura bir-iki yarımadadır. Gedək dostlar, gedək. Həm buradan çıxa bilərim yuxarı. Çıxa görə yuxarıda nə var? Gəlin ən üst mərtəbəyə də baxıb bura. Görək, burada sadəcə tikiliş gedir. Gəlinsə buranı görsün. Burada bar eləyəcəklər. Təbii ki, mən sadəcə biraz turistlərdən uzaqlaşdım. Yəni gecə burada işıqlar falan filan, diska, yəni dağılır uşaqlar. Sizə deyərdim ki, 18 dollara gəlib burada gözəl şəkildə istirahət edə bilərsiniz. Otaqların qiyməti 18 dollardan başlar. İkinci sənsin çəkirəm dostlar. Gəlin biraz yaxına gedək. Həqiqətən çox gözəldir. Hər kəsə məsləhət görərəm dostlar. Yenə deyirəm, iPhone telefonumu itirmişəm dostlar. Ona görə sizə gözəl çəkilişdə rahat edə bilmirəm. Bu dostumun telefonunu götürmüşəm. Olsun. Əgər kimsə köməklik etsə, bir telefon mənə, iPhone hansısa bir şirkət olsun və yaxud da sizin dəstəyinizlə bir telefon alıbsa gözəl bir şeylər çəkmək istəyərdim həqiqətən. Belə dostlar, neyinirik? 18 dollardan başlar. Otaqların qiyməti dənizə 0 məsafə. Ən bahalı otaq 120 dollardır. Gəlirsiniz, dincəlirsiniz, əylənirsiniz. Çox rahat şəkildə.